Rusiyaya raket bombardımanı, zavodlar məhv edildi, ölənlər və yaralananlar var. Gündəm xəbərin efirində 21 fevral tarixli və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Rusiyada İskəndər və Araşnik kompleksləri üçün raketlər istehsal eləyən müəssisəyə zərbə endirilib və bu barədə Ukrayna kütləvi informasiya vasitələri məlumat yayıb. Məlumata görə gecə saatlarında həyata keçirilən hücum zamanı məhz Votkinsk şəhərində yerləşən Votkinsk zavodu hədəfə alınıb. Bildirilir ki, müəssisə İskəndər M, Topol M və Areşnik raketlərinin istehsalı ilə məşğuldur. Zərbənin Flamingo raketləri ilə endirildiyi iddia olunur. Ukrayna Silahlı Qüvvələrinin Belgorod vilayətinin məhz Şebekino dairəsində hücumlar nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Bunu isə vilayət rəhbəri Vyacheslav Gladkov Telegram kanalında belə bir məlumatı yayıb. Qeyd eləyək ki, hazırda Rusiya ilə Ukrayna arasında müharibə isə son zamanlarda daha çox aktivləşib və gərginliyə doğru getməkdədir.